Naxçıvan üçün yeni dirçəliş dövrü başlayır. Regionda nəqliyyat kommunikasiyalarının bərpası və yeni marşrutlarının formalaşması Muxtar Respublikanın iqtisadi və geostrateji mövqeyini tamamilə yeni mərhələyə çıxara bilər. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının yaradılması təkcə ölkə daxili kommunikasiya məsələsi deyil. Bu xəttin şərq-qərb və şimal-cənub dəhlizləri ilə inteqrasiyası Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişməklə yanaşı Avrasiya ticarət marşrutlarına da təsir göstərə bilər. İndiyədək regiondan keçən böyük yük axınlarının mühüm hissəsi Gürcüstan üzərindən daşınırdı. Yeni kommunikasiyalar Naxçıvanı alternativ və tamamlayıcı logistika istiqamətinə çevirə bilər. Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi isə Muxtar Respublikaya təxminən 200 milyon nəfəri regional bazara çıxış imkanı yaradır. Naxçıvan Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Avropa xəttinin mühüm halqalarından birinə çevrilə bilər. Perspektivdə 15 milyon tona qədər yük aşırma potensialına malik nəqliyyat dəhlizinin formalaşması Naxçıvanın regional logistika mərkəzi kimi rolunu əhəmiyyətli dərəcədə artıra bilər. TRIP və yeni nəqliyyat infrastrukturu yalnız tranzit gəlirləri demək deyil. Növbəti mərhələ nəqliyyat xəttinin ətrafında istehsal klasterlərinin, logistika mərkəzlərinin, ambar və emal müəssisələrinin yaradılması ola bilər. Məqsəd Naxçıvanı sadəcə yüklərin keçdiyi ərazi deyil, həmin iqtisadi dövriyyədən əlavə dəyər yaradan istehsal məkanına çevirməkdir. Gələcəkdə Mərkəzi Asiya və Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya uzanan yeni enerji xətlərinin də Naxçıvan üzərindən keçməsi perspektivi mövcuddur. Beləliklə Naxçıvan nəqliyyat qovşağı ilə yanaşı transregional enerji arteriyalarının mühüm nöqtəsinə çevrilə bilər. Bu proseslər reallaşdıqca Naxçıvanın coğrafi mövqeyi iqtisadi üstünlüyə, uzun illər məhdudiyyət yaradan amillər isə yeni inkişaf imkanlarına çevrilə bilər.